Deməli, elan verməliyəm ki, Lenin adına stadiondan proqram oxuyuram. Hər axşam proqram oxunurdu səhərə, axşamlar da proqram açılanda 6-da açılırdı proqram. Bütün proqram oxunurdu da, efirə nə verilişdə gedəcək. Orada saat, nə bilim, 19:10-da tutaq ki, Lenin adına mərkəzi stadiondan futbol, translyasiya, futbol sözü yox idi, olsa çaşmazdı. Mən də bilmirəm, hardan gəldi ağlıma, niyə canlı efirdir. Lenin adına stadion yerinə, dedim, Lenin adına mərkəzi univermaqdan o sözün üstündə iclas yığıldı, mənə töhmət. Sədrimizin mavini Cəlal müəllim idi, onda Cəlal Məmmədov. Dedi, yox, bu siyasi səhvdir, bunu işdə saxlamaq olmaq çıxarılmalıdır. Söhbət getdi çatdı Teymur müəllimə. Mən də işə Teymur müəllim götürmüşdü. Teymur Elçin bizim böyük şairimiz. Götürdü məni apardı Teymur müəllimin kabinetinə. Dedi ki, bəs Teymur müəllim, biz belə qərara gəlmişdik ki, bunu işdən çıxardaq. Bəs belə, nə olub ki, dedi, belə bir siyasi səhv buraxıb. Lenin adına stadion yerinə Lenin adına un vermək deyil. Teymur müəllim, açıqlı belə ki, şeyimiz çox. Koridorda şəkli var, baxmırsa sədrlərin şəklinə. Dodağı qaçdı belə, başını saldaşlar gülümsündü. Özün gücünü saxlayıb gülməkdə. Qaşı qaldırdı, ay Cəlal müəllim. Qadındır da, o momentdə bəlkə beynində un vermək olur. Ondan ötürü adam işdən çıxardarlar. Qızım, sən git. Məni çıxartdı, onunla nə danışdın, nə danışmadı, o üçün çıxartmadılar işte. El olmuşdu o şey.